Hər vaxtınız xeyir olsun. Dövlət qulluğu üzrə hazırlaşan yoldaşlar bu videolardan maksimum faydalanmalıdırlar. Çünki dekabr və yanvar imtahanına gedənlər üçün ən maraqlı imtahanlardan biri də noyabr imtahanıdır. Və noyabr imtahanının məntiq informatika sualları heç yerdə paylaşılmayıb. İlk dəfə mən sizin üçün paylaşıram və biz artıq BB kateqoriyası üzrə də informatika suallarını paylaşmışıq. Hal-hazırda isə BA kateqoriyası üzrə imtahan suallarını görürsünüz. Növbəti videolarımızda isə siz BB, BA və AC kateqoriyası üzrə təşkil edilmiş məntiq suallarının da hər birinin izahını görəcəksiniz kanalımızda. Həmçinin vergi xidmətinə hazırlaşan tələbələr də kanalımızı izləməyə davam etsinlər. Çünki kifayət qədər maraqlı videolar paylaşacağıq hər iki imtahan üçün. Başlayaq 56-cı sualdan. Gördüyünüz kimi deyir, fayl və qovluqların kontekst menüsündəki əmrlərlə bağlı qanuna uyğunluğu müəyyən edin. Burada bir rəqəmi yalnız fayla aiddir, 2 rəqəmi isə yalnız qovluğa aiddir. 3 rəqəmi isə yoldaşlar, həm fayla, həm də qovluğa aiddir. Siz bizim Windows 11 ilə bağlı yeni nəzəriyyəmizi əldə edə bilərsiniz. Bilirsiniz ki, yaxın bir ay ərzində Windows 10 əməliyyat sistemi proqramdan çıxarıldı, Windows 11 proqrama daxil edildi. Və bununla bağlı ilk olaraq mən maraqlı bir PDF hazırladım, 30 səhifəlik və ödənişsiz şəkildə hamı ilə paylaşdım. Siz də bizim əməkdaşlara yazaraq o PDF-i əldə edə bilərsiniz. Gördüyünüz kimi burada create shortcut əmri və send to əmrləri mövcuddur ki, bu əmrlər yoldaşlar həm faylın, həm də qovluğun kontekst menüsündə var. Yəni biz buna baxaq. Faylın kontekst menüsündə geniş kontekst menüyünü açıram. Fikir verin. Create shortcut əmri də var, send to əmri də var. Qovluğun kontekst menüsündə də send to və create shortcut əmrləri mövcuddur. Ona görə B və C-nin 3-cü bəndə aid olacağı məlumdur. Share və new əmrləri faylın kontekst menüsündədir. Pin to quick access əmri isə qovluğun kontekst menüsündədir. Niyə? Çünki quick access naviqasiya panelində yerləşən, Windows 10-da naviqasiya panelində yerləşən, indi isə File Explorer pəncərəsi daxilində olan bir hissədir. Hansı ki, ora yalnız qovluqlar bərkidilə bilər. Faylları ora bərkitmək olmur. Ona görə doğru cavab B variantıdır. Mən deyərdim ki, bu imtahanın elə ən çətin sualı bu idi. Yerdə qalan bütün suallar çox rahatdır. Deyir, MS Access 2019 proqramında genişlənmə tipi nədir? Bilirsiniz ki, Access proqramının genişlənməsi Access Database sözlərinin müxtəlif hərflərindən ibarət olan ACCDB genişlənməsidir. 58-ci sualla bağlı bizim nəzəriyyəmizdə və kitabımızda, test toplumumuzda da belə deyək, bir test mövcuddur, birə-bir eynisi. Bu lent qrupu deyir, hansı taba məxsusdur? Yoldaşlar, delay əmri gecikmə deməkdir və yalnız obyektlərə gecikmə vermək olur. Obyektlərlə bağlı məsələlər də animation tabından tənzimlənir. 59-cu sual informasiya təhlükəsizliyinə aiddir. A adlı şəxs user A face, user A insta, user A gmail kimi şifrlərdən istifadə etsə də, brute force hücumu nəticəsində brute force bilirsiniz ki, parolların qırılmasına əsaslanır. O elektron poçtuna daxil olan zaman onun məlumatları ələ keçirilib. Bu problem nədən qaynaqlanır? Brute force təhlükəsindən qorunmağın ən vacib məsələlərindən biri müxtəlif sosial şəbəkələrdə eyni tipli parollardan istifadə etməmək. Müxtəlif hesablara müxtəlif şifrlər qoyulsa da eyni şifr alqoritmindən istifadə olunur. User A face, user A insta, sadəcə Facebook'a Facebook, Instagram'a insta yazaraq parolunu dəyişməyə çalışır. Bu da çox primitiv vasitədir və rahatlıqla kiber dələduzlar tərəfindən ələ keçirilə bilir. 60-cı sualda edit footer əmri deyir, nə işə yarayır? Sadəcə tərcümə etməyiniz bəsdir ki, edit footer neyinir? Aşağı sərlövhəni redaktə edir. Aşağı sərlövhə dediyimiz footerdir, yuxarı sərlövhə dediyimiz isə headerdir. Edit isə redaktə etməkdir. Yoldaşlar,
61-ci sualda Homeland tabının, Editing Lent qrupunun clear əmrinin alt əmrlərindən olan clear formatın nə işə yaradığını soruşur. Clear format seçilmiş xananın formatını təmizləyir, silir. Növbəti sualımız 62-ci sual. Deyir ki, mətn fraqmentinin sənədin digər bir yerində də təkrarlamaq üçün ona ilkin olaraq seçiləndən sonra həmin mətn fraqmenti ilkin olaraq hansı əmr tətbiq edilməlidir? Yoldaşlar, mətn fraqmentinin təkrarını başqa yerdə də istifadə etmək istəyirsə, onu kopyalamalısınız. Kopya əmrindən istifadə olunmalı. İlkin olaraq yox, ikinci olaraq nə tətbiq edilsəydi, sual versəydi, cavab paste olacaqdı. 63-cü sualda deyir ki, Excel-də düsturların sürüşdürülməsi zamanı sütun və sətrin önünə hansı işarə yazmaq lazımdır ki, dəyişdirilməsin, dəyişdirilməyə qadağa qoyulsun? Təbii ki, dollar işarəsi. Dollar işarəsi nisbi ünvanları mütləq ünvanlara çevirən ya da qarşılıq ünvanlara çevirən bir işarədir. Hansı ki, mütləq ünvanlar qətiyyən dəyişdirilə bilmir. 64-ə baxırıq. Variantlardan hansı web-sayt ünvanı ola bilməz? Yoldaşlar, web-sayt ünvanında ət işarəsi qətiyyən ola bilməz. Ət işarəsi elektron poçt xidmətini göstərir. Web-saytın adında ət işarəsi qadağan olunur. 65-ci sualda isə ABCD fraqmentlərini elə birləşdirin ki, doğru IP əmələ gəlsin deyir. Mən birbaşa doğru cavabı göstərmək istəyirəm. B 12. Dalıyca C gəlir. 9 nöqtə. Bilirsiniz ki, IP ünvanlarının aktetləri 4 dənə olur, nöqtə ilə ayrılır bir-birindən və 255-dən böyük olur. Sonra D gəlir, yəni 98 nöqtə. Sonra da A gəlir, yəni 201.67. Fikir verin, heç bir aktet 255-i keçməyib. Və aktetlərin sayı 4 ədəddir və doğru cavab. Məntiqlə də çıxdaş eləyə bilərdiniz, yoldaşlar. A-dan sonra B-nin gəlməyi çox absurddur. A-dan sonra D-nin də gəlməyi absurddur. A-dan sonra C-nin də gəlməyi çox absurddur. 67-yə 12-ni birləşdirsən, 6712 olacaq. Ona görə A-dan sonra B gələ bilməz. A-dan sonra C gəlsə, 679 olacaq aktet. O boyda aktet ola bilməz. A-dan sonra D gəlsə, 6798 olacaq aktet. Bir-iki dənisini yoxlamaq lazımdır. Əslində, Y-də də xətalar var. Baxın, B-dən sonra D gəlib, 12-yə 98 birləşsə 1298 olur. Şifahi də tapmaq olardı. Zərərli proqramlara yoluxma simptomlarına aid deyil. Yoldaşlar, brauzerdə dəyişiklik olur, yeni axtarış alətləri meydana gəlir. Ola bilər ki, virusa yoluxmusunuz. Əməliyyat sistemi tez-tez donur, mavi ekran xətası çıxır. İnternetdə axtarış eləyəndə kompüterə müxtəlif reklamlar yüklənir. Ethernet kartından öz-özünə istifadə olunur. Arzu olmayan paketlər göndərilir. Bunlar hamısı zərərli proqramlara yoluxma simptomlarına aid ola bilər. Nəzəriyyələrimizdə də bunu yazmışıq. Amma sərt diskin fiziki zədələnməsi. Sərt disk əlindən düşəcək, zədələnəcək. Üstünə ayağı basacaqsan, tutaq ki, zədələnəcək. Bunun virusa nə dəxli var? Ona görə cavab B variantı olacaq. 67-ci sualda isə Unicode-da bu ifadənin bitlərinin sayını, neçə bit tutduğunu soruşur. İfadəni sayırsınız. Simvolları 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Nöqtəni saymağı unutmursunuz. 19. Elə də cavab veriblər, belə də veriblər. 19 simvol, hər biri 2 byte, çünki Unicode hər simvol 2 byte'dır. Byte'dan da bitə keçəndə 8-ə vururlar. Qısacası 2 vur 8, 16, 16-nı 19-a vuranda eləyir 304. 68-ci sual. Çap məsələsi ilə bağlı bir sualdır. Sizdən 3 kopya və printer hazırdır çap etməyə. Bu vərəqləri verib, amma ən aşağıda sizə print even page, yəni cüt səhifələri çap edilir. Cüt səhifələri seçirsiniz. 2, 4, 10 və 12. 4 dənə cüt səhifə var.
4'ü vurursunuz 3'e, cavab eləyir 12. Digər heç bir parametrlər verilməyib deyə əziyyət çəkmirsiniz əlavə. 69-da arxiv proqramlarını istəyir sizdən. Təbii ki, düzgün cavab Windows, IzArch, PZ və Power arxiv verdi. 2, 3, 7 və 8. Açıq sual kimi təqdim edilmişdi. Statistik funksiyalarda istəyib sizdən. 2 count, 3 average, 4 count if, 5 də max. Power riyazi funksiyadır. If məntiqi funksiyadır. Left mətn funksiyasıdır. Bu qədər yoldaşlar. Ümid edirəm faydalı oldu video sizin üçün. İlerleyen videolarımızda izləyin ki, imtahanda daha böyük uğurlar qazanasınız. Sağ olun, salamat qalın.